Gir sosial şəbəkəyə, YouTube-a yazginan ki, Abu Hanzala çıxacaq, Mədinə tələbələri, hamısı Abu Hanzaladan danışır. Xaricidir, təkfirçidir, cahildir, bidətçidir, həddaşıb. Standart sözlərdir. Hamısı Abu Hanzaladan danışır. Düzdür? Azərbaycanda yaşayırsınız, bu Mədinə tələbələri. Azərbaycanda İslam adına danışan insanlar var. Hacı Şahin. Danışın Hacı Şahinlə. Niyə danışmırsınız? Qorxursunuz. Niyə qorxursunuz? Çünki Hacı Şahinə milyonla insan qulaq asır. Ondan danışa bilməzsiniz. Onun nəysə bir rəsmi vəzifəsi var. Danışa bilmirsiniz. Əgər ondan danışa bilmirsənsə, qorxursansa, bizə gələndə də qorxaq ol. Niyə olmursan?